Salam herkese, mən Fərid. Bugün sizlərə Access Point haqqında danışacağım. Access Point-in iş prinsipi nədir, necə işləyir, nə üçün lazımdır, ondan bəhs edəcəm. Access Point-in olması üçün əvvəlcə bizim home routerimiz olmalıdır və yaxud da nəsə bir routerimiz olmalıdır. Və buradan gəlirik, Access Point AP ilə işarə olunub burada. Üstünə gəlsək aşağıda adları görünür. Məsələn, biz ilk biri ilə başlayaq, Access Point-imiz. Bunu çəkək sağa. Home router necə idi? Cihazlar wireless, yəni kabelsiz olaraq qoşulurdu routerimizə. Burada deməli nə seçəcəyik? Smartfonumuz olsun bir ədəd. Bir 2 ədəd olsun, bir ədəd laptop olsun. Bunlar default olaraq qoşuldu. Çünki home routerin SSID-si və parolu yoxdur, SSID-si default olaraq gəlirdi. Burada göstərim bir dəqiqə. Baxın, SSID default olaraq gəldi və 5G də eyni qaydada gəlirdi, eyni qaydada. Həmçinin parollar da olmadığından avtomatik olaraq qoşulur cihazlar. Laptop deyə qoşulmadı. Laptop üçün bizim wireless port, wireless əlaqə dəstəkləyən modulumuz yoxdur. Bunun üçün nə edək? Əvvəlcə laptopu söndürək və burada olan Ethernet modulumuzu çıxardaq. Burada görürsünüz boş modulumuz qaldı. Boş modulda nəyə taxırıq? Burada VPS 300-ən modulunu taxandan sonra artıq bu laptop wireless əlaqə üçün yararlı hala gəldi. Deməli, nə edək? Sonra routerimizin parolunu dəyişək, adını dəyişək. Məsələn, 2.4G qoyaq, test 1-2-3 1-2-3. Baxın, buradan nə dəyişək, nə qoyaq? VP2 PSK parol qoyaq, nə? Test 1-2-3 1-2-3-4 qoyduq, bağlayaq. Burada digərlərini dəyişək, 5-2-nə dəyişməliyik. 2.4G hazır. Bunu qoyaq. Test 1-2-3-4. Bunu da test 1-2-3-4. Burada gördüyümüz kimi cihazlar Access Point avtomatik olaraq qoşuldu. Belə baxanda Access Point də bizim home routerimizlə eyni işi, eyni vəzifəni yerinə yetirir. Ancaq bunun fərqi nə olacaq? Bizim Access Pointimiz bu routerə nisbətən daha böyük ərazidə əhatə edir. Həmçinin router özlüyündə birbaşa digər switchlərə və digər şəbəkə avadanlıqlarına qoşula bilir. Ancaq Access Point üçün bir router lazımdır ki, ora qoşulsun. Daha sonra internetə çıxışı olacaq. Nə? Deməli, ilk öncə biz smartfonlarımızı home routerimizə qoşaq. Bunun üçün nə edirik? Config-ə gəlirik. Config-dən wireless. Burada deməli SSID-imiz nə idi? Hansını qoşaq məsələn? 5G-yə qoşulaq. 5G-yə qoşulaq. Adı test idi. Bunun adını dəyişək, məsələn, test 2 qoyaq. Parol da test 1-2-3-4. Test 2 test 1-2-3-4 yazandan sonra avtomatik olaraq qoşulmalıdır. Bəli, qoşuldu bu. Ctrl A, Ctrl C. Eyni şeyi digərlərini də eləyək. Test 1-2-3-4. İndi Access Point-i home routerimizlə əlaqələndirək. Bunun üçün mən Copper Straight cable-dan istifadə edəcəm. Port 0-ını gəlib əlaqələndiririk Gigabit Ethernet portu ilə. Burada belə bir şey də eləmək olar mənim fikrimcə. Baxaq görək var. Bunu Gigabit Ethernet-ə çevirmək istəyirəm. Aha, var. Söndürək əvvəlcə. Çıxardaq portu. Fast Ethernet portlar da var. Ve fiber. Bunlar işte değil ha.
Gəlin bunu işlədək. Digər ruterin də modullarını dəyişməni göstərim. Bu nədir? Fiber optik kabellərlə ruterimizi əlaqələndirəcək. Yəni sürəti gigabitə nisbətən daha çox, qat-qat çox olacaq. Neyə indi gələk, burada da fiziki olaraq ruterimizin arxa tərəfindən ancaq burada olmayacaq, alınmayacaq. Çünki buradakı modulları dəyişə bilmirik. Cisco Packet Tracer'ın bu versiyası bizə icazə vermir. Neyə onda sadə olaraq bunu çıxardaq və Cisco gigabit Ethernet portunu taxaq. Buradan deməli port 0 seçdik və port gigabit Ethernet seçdik. Bunu hansı qoşul deyildi, baxım dəqiqə. Access point məncə sönülü vəziyyətdədir. Aha, qavac gəlir zamanı. Deməli, eyni şeyi bu cihazda da eləmək olar, access point-də də eləmək olar. Məsələn, bir neçə də telefon qoşaq. 1, 2, 3, 4, 5, 6, belə çoxlu cihazlar qoşaq. Hamısı avtomatik qoşulmalıdır. Gördük, sırayla qoşuldu. Ancaq bunun bir limiti olduğundan bir ədəd cihaz qoşulmadı. Və burada da coverage range-i seçə bilirik. Əhədə dairəsini. Əhədə dairəsi artıra bilərik, yazıldı bilərik. Məsələn, neyniyək? 1 metr qoysaq 1 metr qoysaq çox az olacaq. Neyniyək bunu? 10 metr qoyaq. 10 metr qoyduq. Əhədə dairəsinə bu cihazlar artıq daxil oldu. Qoşulmalıdırlar. Qoşulmurlarsa neyniyək? Wireless-a girək. Default təzən bir də enter basaq. Ya söndürüb yandıra bilərik. Əsas məğzi başa düşdünüz, siz necə istifadə edirik. Bunu məsələn bizim bir neçə necə deyim, böyük ofislərdə access point müxtəlif otaqlara yerləşdirirlər və hər otaq üçün müəyyən ruterə qiymətinə baxaq. Atributlar $100. Amma bizim bu access pointin qiyməti yalnızca $20. Bu ruterin əhatə dairəsini artırmaq üçün istifadə olunur. Bu videoluq bu qədər. Gələn videolarda digər mövzulara toxunacağım. Sağ olun, salamat qalın.